Herkese salamlar. YouTube kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə Amerika birjası, qızıl, gümüş, Bitcoin haqqında danışacağıq. Bildiyimiz kimi keçən həftələrdə də danışdım ki, birjada artıq səbirli və təmkinli olmaq vaxtlarıdır. Gördüyünüz kimi dekabrın 21-dən demək olar ki, şaqili vəziyyətdə hərəkət edir. Yəni $1000 psixoloji həddini biz artıq keçə bilmirik. Burada bir çox geosiyasi və iqtisadi xəbərlər var. Ona görə ki, insanlar daha təmkinlidir, daha səbirli olmağa çalışır. Çünki hər kəs demək olar ki, təxminən biz burada aprel ayında görürük ki, 2025-ci ildən sonra böyük bir yüksəliş var Amerika birjasında. İndi isə bir çox böyük fondlar öz xeyirlərini götürüblər, çəkiliblər kənara. Gözləyirlər ki, hər hansı bir, məsəl üçün 10%, 15%lik düşüş olar və yenidən alış etmək fürsəti versin birja onlar üçün. Alışlarımızı elə edək ki, məsəl üçün həftəlik və yaxud da ki, aylıq, bəlkə də mən deyərdim belə mart ayından sonra və yaxud da ki, aprel ayından sonra alışlara başlamaq olar uzun müddətli. Çünki burada biz görürük, məsəl üçün bu dekabr aylarından sonra birjada belə qərarsızlıq var. Bir yuxarı, bir aşağı, bir yuxarı, bir aşağı şəklində davam edir. Yəni 7000 o psixoloji həddi, $7000 psixoloji həddi keçə bilmir. Məsəl üçün bu düşüşlərdə xırda həcmli alışlar etmək olar. Yəni əgər buna vaxtınız varsa, ekran qarşısında otura bilirsinizsə, alışlardan istifadə edib qazanclar əldə etmək olar. Amma yox, vaxtınız yoxdursa, mən uzun müddətli investoram deyirsinizsə, xırda, məsəl üçün həftəlik və yaxud da ki, aylıq düzgün şirkətləri, düzgün səhmləri seçib yatırım etmək olar. Sadəcə olaraq bu zaman elə bir zamandır ki, gərək düzgün şirkətləri seçəsiniz. İndi burada mən şirkət məsləhəti verə bilmirəm. Çünki şirkət məsləhəti vermək üçün bir analitik kimi bunu finansçılar görə bilir. Finansçılarda da bunların növləri var. Maliyyəçilər yəni bu işə baxır. Bu işi kimsə kiməsə səhim məsləhəti vermək üçün, şirkət məsləhəti vermək üçün Mərkəzi Bankın rəsmi lisenziyası olmalıdır. Ona görə mən hər hansı bir səhim sizlərə tövsiyə edə bilmərəm. Amma gələcəkdə mənim özümün xoşuma gələn şirkətlər haqqında sizlərə məlumat verməyə çalışacağam. İndi isə keçəyin qızıla. Qızılda mən keçən videolarda da dedim ki, xırda alışlar etmək olar. Mən belə deyərdim, mart ayından və yaxud aprel ayından alışlara davam etmək də olar. 5080, 5100 həddini keçməyə biraz çətinlik çəkir. Amma mənim fikrim bir çox analitiklərinə də baxıram, bir çox bank rəylərinə də baxıram. Qızılın $6000 olacağını proqnozlaşdırırlar. Yəni $6000 da olmasa ən azından $5600 səviyyələrini test edəcək və buradan ən azı 5800-lərə kimi çıxmaq ehtimalı var. Mənim də fikrim fevral ayında bilirsiniz, Çində qızıl və gümüşün əsas alıcılarından biri Çindir. Çində də yeni il bayramları olacaq. Ona görə mən mart ayından xırda alışlar etməyə başlayacağam qızılda. Siz də əgər almaq istəyirsinizsə qızıl, xırda alışlar etmək olar. Birdən-birə heç vaxt pulunuzun 100%-ni bu kimi alətlərə yatırmayın. Yavaş-yavaş xırda 20%, 30% maaşınızla və yaxud da ki, biznesiniz varsa xırda yatırımlarla öz portfelinizi qurun. Gümüşdə dəyişilən bir vəziyyət yoxdur. Gümüş məsəl üçün burada görürük ki, 4 saatlıqda baxdıqda $121 idi. Sonra gəldi $91 və sonra 85 və 85-dən sonra buralarda artıq ilişib qalıbdır. Gümüş məncə çox həddindən çox şişmiş bir alətdir. Çox güman ki, yenidən $72 səviyyələrinə düşəcək və oradan bizim $49 və yaxud da ki, $64 bu zonaları görmək ehtimalımız var. Gümüş almağı məsləhət görmürəm. Gümüşdə təmkinli olun. Özümün də gümüşdə bir short pozisiyası var. Yəni aldığım short pozisiyası da mənim üçün çox böyük bir risk deyil. Yəni $1000 yatırmışam. Burada mənim fikrimcə gümüş aşağı düşəcək. Keçək indi əsas mövzu kriptolara. Kriptolarda vəziyyət necədir? Kriptolarda da gördüyünüz kimi, yəni ürək açan bir vəziyyət yoxdur. Amma mən kriptolar haqqında yenə müsbət olaraq qalıram. Çünki mən düzdür, kriptolarda da mənim bir qədər ziyanım var. Amma mənim fikrim odur ki, məsəl üçün bu qızıl, gümüş deyib bu fürsətlər, bu alış çılğınlığı bir müddətdən sonra yavaşlayacaq və keçəcək yenidən kriptolara. Düzdür, Bitcoin mənim kriptolarda ən belə deyərdim ki, yüksəliş ehtimalı gördüyüm Bitcoin və Ethereumdur və bunlarda da bizim o keçmişdə gördüyümüz kimi çılğın yüksəlişlər yox. Bəlkə bu 110 və yenidən 124.000 hədlərini görə bilərik. İndi bəziləri deyir ki, il sonuna doğru 150.000 də ola bilər, amma mən o qədər güclü yüksəliş potensialı indən sonra görmürəm. Bunu
səbəbi nədir? Bitcoin-də bir çox belə mənasız proseslər baş verdi. Bildiyimiz kimi ən mənasız hadisə 2025-ci ildə 19 milyard dollar bir günün içində kriptolardan silindi və bu hadisələr insanları belə deyək, kriptoya olan marağını azaltdı. Çünki kriptolardan daha çox mən belə deyərdim, qumarbazlar istifadə edirdi. Onlar burada əlavə kreditlər götürərək investisiyalar edirdilər və burada çox pullar batırırdılar. İndi Amerikanın bir böyük bir sistem qurublar. Orada Ploy Market deyilir. Orada daha çox qumar oynanılır. Məsəl üçün baxırlar, deyirlər ki, bugün filan hadisə baş verə bilər, Trump filan söz deyə bilər, ona pul qoyurlar və ondan pullar qazanmağa çalışırlar. Kriptoya, yəni portfelinizdə 5%, yəni ondan artıq yer verməyin kriptolara. Altcoinləri ümumiyyətlə məsləhət görmürəm. Bitcoin, Ethereum portfelinizdə 5% yer verə bilərsiniz. Yəni ondan artıq da yer verməyin. Ümidim o yöndədir ki, il sonuna doğru kriptolarda da bir yüksəliş görə bilərik. Mən fikrimə görə Bitcoin və Ethereum-a aid olacaq. Yəni səbirlə, təmkinlə izləməyə çalışın. İzlədiyiniz üçün təşəkkürlər. Sizi maraqlandıran suallar varsa, şərhlərdən mənə qeyd edin. Sizlərə vaxtım olduğu müddətcə yazıb köməklik etməyə çalışaram.